video mənim ilk uzun videomdur. Ümid edirəm ki, yaxşı video olacaq inşallah. Sona qədər izləyin, like atın, abunə olun. Bunların hamısı pulsuz donsuz. Onda videoya keçək. Deməli, bugün Superliga 2025-2026 mövsümünə aid ən yaxşı oyuncuları seçəcəyik. 4 sıralama yiyəcəyik 10 futbolçu arasında. İlk öncə Paolo Onaçu dedi. Onaçu indi keçən sezon gol kralı. Yəni çox yaxşı oyuncudur. Trabzonsporda çox yaxşı oynadı. Liqanı 3-cü bitirdilər. Mən Paolo Onaçunu 1-ə qoyacağam. 25-26 mövsümünə uyğun olaraq. Arda Okan Kurtulan. Bunu mən tanımıram. Buna görə biraz aşağılara qoyaq. Yəni tanımadığım üçün, yoxsa necə oyuncudur bilmirəm. 9-a qoyacağam mən. Davis Selke. Bax, bu başqa məsələdir. 6. Ernest Muti. Mutiya. Hadi vurub həmçinin kupaya. Sərcan hocama görə Beşiktaşımızdan ayrılmışdı Muti. Ernest Muti. Çox sevdiyim oyuncuydu. Daha yaxşı futbolçuya gələcək, ona görə onu 4-ə qoyuram. Sonra Andre Onana gəldi. Yeri gəldi, çox disiplinsiz oynadı. Yeri gəldi, çox böyük xətalar elədi. Amma vaxtında olması gərəkən yerdə əla qurtarışlara imza atdı Trabzonsporda. Onu yenə Mutiləş kimi bundan daha yaxşı futbolçu adamına görə 5-ə qoyuram. Bertu Yıldırım 7 olsun. Aslani 8. Yunus Akgün. Deməli 2 ilə 3-ə qoyamaram. Ora indi başqaları gələr. Ona görə məcbur ona qoyacam. Yoxsa elə pis oyuncu deyil, məcburiyyətim var. Skriniarı bax, məsələn 2-yə qoyaram. 3-ə də N'Golo Kante qaldı. Mənim kör sıralamam bu cür idi. İlk 10 futbolçudan. Birinci yer Paolo Onaçu, ikinci yer Skriniar, Kante, Muti, Onana, Selke, Bertu Yıldırım, Aslani, Arda Okan Kurtulan və Yunus Akgün. Sizin bu sıralamaya puanınız neçə olar? Yeri gəlmişkən mən bunu kör sıralama olaraq elədim. Bu qədər. Ümid edirəm ki, videomu bəyəndiniz. Like atmağı, abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.